Salam dəyərli abituriyentlər. Bugün fizikadan təkrar kampımızın 5-ci günüdür. Və bugün DİM-in 2023-cü il tarixində keçirmiş olduğu sınağındakı sualların izahına baxacaq. Qaydamızı bilirsiniz. Hansı suallarda səhv edirsinizsə, həmin sualına aid olduğu mövzunu təkrar etməlisiniz. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı və şərh yazmağı unutmayın. Gəlin başlayaq. Bir nömrəli sualda bizə deyir ki, açar sözlərdən hansı ardıcılıqla istifadə etməklə mətni tamamlamaq olar? Rezistor qoşulan dəyişən cərəyan dövrəsində istilik miqdarı əgər rezistor qoşulubsa ayrılır. Bu müqavimət rezistor qoşanda aktiv müqavimət adlanır. Yalnız həmin müqavimət qoşulmuş dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin amplitud qiyməti tezlik, period, omeqadan asılı olmur. Yalnız kondensator qoşulan dəyişən cərəyan dövrəsində istilik miqdarı ayrılmır. Bu müqavimət tutum müqavimət adlanır. Yalnız həmin müqavimət qoşulmuş dəyişən cərəyan dövrəsinə cərəyan şiddətinin amplitud qiyməti cərəyan tezliyindən asılıdır. Uşaqlar, bir şey yadınızda saxlayın ki, müqavimətimiz 3 cürdür da: aktiv, tutum, induktiv. Yalnız aktivdə istilik miqdarı və gücü ayrılır. Tutum və induktivdə ayrılmır. Bu bir. İkincisi, yalnız aktivdə İdi, erdi, UM'di, IM'di. Bunlar tezlik, period, omeqadan asılı deyil. Qalanlarında asılıdır. Yəni 3, 6, 2, 4, 5, 1. Cavabı götürərəm Y variantı. 32. Avtomobilin gücü eta onun mühərrikinin faydalı şəmsalı Q benzinin xüsusi yanma istiliyi olarsa, T müddətdə avtomobilin sərf etdiyi benzinin kütləsi. Deməli, bunu tapanda da yazıram ki, eta bərabərdir. PT bölünsün, QM vurulsun 100%'dir düsturumuz. Buradan da M'i tapanda PT bölünsün, Q vur eta alınır. Yəni cavab olur C variantı. 33. Cismin impulsun modulunun zamandan asılı qrafik vermişdir. Getdiyi yolun zamandan asılı. İmpuls sürətlə eyni kəmiyyətdir. Sürətin zamandan asılı düz xəttdirsə, mən buna deyirəm bərabər yeyinləşən hərəkətdir. Onda S-in T-dən asıllığında bərabər yeyinləşən hərəkət hansıdır? Y variantı. 34. Rəqs edən mühit hissəciklərinin yer dəyişməsinin dalğa mənbəyindən olan məsafədən asılı qrafikinə görə dalğa uzunluğunu hesablayın. Dalğa uzunluğu bir tam periodda dalğanın yayıldığı məsafəyə deyilir. Bir tam periodu necə tapırdıq? 4 dənə kiçik addım. İndi məsafə veribsə, mən də burada 4 kiçik addımı sayaraq dalğa uzunluğumu tapa bilərəm. 1, 2, 3, 4. Onda dalğa uzunluğum 8 olar. Cavabı götürərəm Y variantı. 35. Havanın temperaturunu dəyişmədən ondaki su buxarının parsial təzyiqi 2 dəfə azaldıqda nisbi rütubət. Fi bərabərdir. Nisbi rütubətin düsturunu yazıram. P bölü P0 vurulsun 100%. Əgər su buxarının təzyiqi 2 dəfə azalıbsa, onda nisbi rütubət də 2 dəfə azalmalıdır. Cavab olur Y variantı. 36. Hansı halda cismin impulsu azalır? Yerə nəzərən potensial enerjisi sabit qalır. Birinci növbədə impulsun azalması üçün sürət azalmalıdır. Potensialın sabit qalması üçün hündürlük dəyişməməlidir. Onda belə baxaq. Cisim sərbəst düşəndə hündürlük dəyişir, cisim yeyinləşən hərəkət edir. Potensial azalır, kinetik artır. Bunu götürə bilmərəm. Cisim sabit sürətlə şaqıl-aşağı indirdikdə sürət sabit qalır, amma mənə sürət azalır lazımdır. Cisim üfüqi müstəvidə yavaşayan hərəkət etdikdə bu olar. Üfüqi müstəvidə istəri sağa getsin, istəri sola. Yerə nəzərən hündürlüyü dəyişmədiyi üçün potensial dəyişmir. Yavaşayan hərəkət edir, sürət azaldığı üçün impuls azalır. Yəni cavab olur C variantı. 37. Bir cisim maqnit sahəsində hərəkət edən yükü zərrəciyə təsir edən Lorentz qüvvəsinin maqnit induksiya vektoru ilə əmələ gətirdiyi bucaq. F bərabər QVB-dir və yadınızda saxlayırsınız ki, F-dir, V-dir, B-dir. Üçü də həmişə bir-birinə perpendikulyar olmalıdır ki, Lorentz təsir etsin. Yəni cavab A-dır. 38. Düzxətli bərabər təcillə hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılı qrafiki vermişdir. Hansı ifadələr doğrudur? Gəlin bu nöqtəyə mən bir qiymət deyim. Tutaq ki, 20 metr deyirəm. İlk 2 saniyə müddətində bunun getdiyi yolda yer dəyişmə də 20-dir uşaqlar. Yalnız bura gəlib, dayanıb burada. Yol yer dəyişməyə bərabərdir. Yəni götürərəm 3-ü. Amma 4 saniyədə baxın 20 getdi, sonra da 20-ni geri qayıdır. Başlanğıc nöqtəsindən son nöqtəsi eynidir, sıfırdadır. Onda 4 saniyə ərzində yer dəyişməsi 0 olur. Cavabı götürərəm 3-3, yəni Y variantı. 39. F qüvvə vektorunun O, Y və O, X oxları üzrə proyeksiyalarını hesablayın. Baxın, X ox üzrə belə proyeksiya ayırıram. Y ox üzrə də bu şəkildə. X ox üzrə yazacağım ki, X0-a görə 4-dən 10 çıxsam mənfi 6 qalar. Y ox üzrə də 8-dən 4 çıxıb 4 tapıram. F2-im 4-dür, F2-im də mənfi 6-dır. Cavab olur D variantı. 40. Rəqs konturunda elektromaqnit rəqslər zamanı kondensatorun yükü 0 olduğu anda baxın.
Sahə iki cürdür da, elektrik və maqnit sahəsi. Elektriyə aid olan yük və gərginlikdir. Maqnitə aid olanlar fi ilə idi. Əgər bunlar artırsa, bunlar minimum olur. Bunlar maksimumdursa, bunlar sıfır olur. Və ya tərsinə, biri minimum olanda biri maksimum. İndi sizə deyir, yük sıfırdır. Yəni, belə çıxır ki, yük sıfırdırsa, bu sahədə hamısı sıfırdır. Onda maqnitə aid olanlar nədir? Maksimumdur. Mənə deyir, hansı maksimum olar? Maqnit sahəsinin enerjisi var mı? Var. Götürərəm, enerji sıxlığını götürərəm. Sonra maqnit sahəsinin enerjisini götürərəm. Bir də cərəyan şiddətini götürərəm. 2, 4, 6. Cavabı götürərəm B variantı maksimum olar. Keçək indi növbəti suala. 41. Ampermetrin göstərişi nəyə bərabərdir? Baxın uşaqlar, I bərabərdir U bölü R-ə görə. Bunlar paralel birləşib gərginliklər bərabərdir. Cərəyan şiddəti müqavimətlə tərs asılıdır. Gəlin görək I2 nə qədər olar? Baxın, bura gələn cərəyanım. I1-in I2-yə nisbəti bərabərdir. R2-nin R1-ə nisbəti yazarım. I1 var 6 amper verib. I2 yoxdur. R2'm 2'dir, R1'im R'dir. Buradan ikinciyə gələn cərəyan şiddətini 3 tapıram. Yazaq bura 3 amper. Gəlin indi üçüncüyə gələni tapaq. Üçüncünü ya 1 ilə müqayisə edin, ya 2 ilə. Fərqi yoxdur. I1-in I3-ə nisbəti bərabərdir. R3-ün R1-ə nisbəti. I1 6-dır. I3 yoxdur. R3 3 R'dir. R1 də R'dir. Bunlar gedir. I3'ü də buradan 2 tapıram. Deməli, buradan da 2 amper cərəyan gəlirmi? Gəlir. Burada hamısı toplanır. 3, 2, 6, 11 amper edir və 11 amperin hamısı ampermetrdən keçir. Ona görə də cavabı götürərəm A variantı. 42. Watt vur saniyə bölünsün farad vur volt vur metr ifadəsi. Wattın açılışı col bölünsün saniyədir. Vuraram saniyə. Bölərəm. Faradın açılışı col bölünsün kulondur. Daha doğrusu col bölünsün kulon nə idi? Küboludan kulon bölünsün voltdur. Vuraram volt vur metrə. Voltlar gedir, saniyələr gedir. Qalır nə? Col bölünsün, kulon vurulsun metr. Bu da bizə nəyi verər? Deməli, mən yazaram ki, colu da açaram Newton vur metrlə. Bunu da kulon vur metrlə yazsam bunlar gedər. Newton böl kulon F böl Q deməkdir. Bu da bizə elektrik sahəsinin intensivliyini verər. Yəni cavabı götürərəm A variantı. 43. Verilmiş kütlə ideal qaz bir halından 2 halına keçdikdə qazın sıxlığı. Baxın, qrafikdə verilənlərin nisbəti həmişə tangens alfadır. P bərabər NKT yazsam, N'ni tapsam, P böl KT olar. P'nin T'yə nisbəti də tangens alfadırsa, tangens alfa bölünsün K alaram. Yəni, mənim konsentrasiyam bucaqla düz asıdır. Bir vəziyyətində bucaq bu qədərdir. 2 vəziyyətinə keçəndə bu qədər olur. Bucaq azalır. Onda konsentrasiya da azalar. Qalan variantlar getdi. Və M bərabərdir rho bölünsün M0-a görə konsentrasiya da yenə sıxlıqla düz asıdır. Əgər konsentrasiya azalsa, sıxlıq da azalmalıdır. Yəni cavabı götürərəm D variantı. 44. Verilmiş kütləli cismin impulsunun sürətindən asıllıq qrafiki verilmişdir. Cismin impulsunu 6-dan 12-yə qədər artırmaq üçün görülən iş. Görülən işi kinetik enerjinin dəyişməsindən tapa bilərəm. A bərabərdir delta Y kinetik. Bu da P verdiyi üçün belə yazacağım. P2 V2 bölünsün 2, çıxılsın P1 V1 bölünsün 2. Bərabərdir. P2'm 12'dir. V2'm 6'dır. Bölürəm 2'yə. Çıxıram. P1 3'dür. V1 3'dür. P1 6'dır. Bölürəm 2'yə. Bu da deməli 12'ni 6'ya vuranda 72'dir. 2'yə bölsəm 36. Üstə gəlinsin 9. 36 çıxılsın 9. Bu da mənə 27 col verər. Yəni cavabı götürərəm D variantı. 45. Eyni materialdan hazırlanmış iki naqil dövrəyə paralel birləşdirmişdir. Onlardan keçən cərəyan şiddətlərinin nisbəti. Yazaram I bərabərdir U böl R. Paralel birləşdikləri üçün gərginliklər bərabərdir. Buradan U-nu taparam, IR edər. U1 üçün IR. I-ni saxlayaram. I1 olaraq yazaram da. Vurulsun və yaxud da gəlin onu heç tapmayaq. Onsuz buradan tapacam. Buradan açsam US böl rho L alaram. Onda I1 üçün yazaram ki, S-i də açmalıyam pi R kvadratından. Onda U vurulsun pi R kvadrat bölünsün rho L yazaram. I1 üçün yerinə qoysam I1 bərabərdir. U qalır, pi qalır. R1'im 2R'dir. Kvadratı 4 pi R. 4 pi kvadratı belə yazaqdan. 4 pi R kvadrat bölünsün 2 rho L'dir. Bunu da ixtisar aparsam, burada pi yoxdur. Deməli, qalar nə? 2 pi R kvadratı U bölünsün rho L.
Bir dəfə də i2 üçün yazanda i2 üçün sadəcə b olacaq. Deməli, pi r kvadratı u bölünsün rho l. i1-in i2-yə nisbəti də mənə 2 verəcək. Yəni, cavabı götürəcəm A variantı. 46. İnduksiyası B olan bir cins maqnit sahəsinə L uzunluqlu cəryanın naqilə təsir edən amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Naqilə təsir edən vəzləyici qüvvə. Baxın, sol əl qaydasından tapanda, deməli, B ovca daxil olmalıdır. 4 barmağı cəryan istiqamətdə yönəldəndə baş barmaq perpendikulyar aşağıya doğru olur. Yəni, onda belə çıxır ki, mənim amper qüvvəm aşağıdır. Bu naqilin ağırlığı da aşağıdır, mg. Onda bunlar toplanmalıdır. F vəzləyicini tapanda F arximetlə mg ağırlıq... F arximet nə idi? F amperlə mg toplanmalıdır. Bizə deyir ki, amper ağırlığa bərabərdir. Yəni, ağırlığın yerinə də F amper qoysam 2F amper olur. Bunu da atsam 2IBL alaram. Yəni, cavabı götürərəm D variantı. 47. Tərəfi 5 sm olan kvadrat şəkilli lövhə sabun məhlulun səthinə toxunur. Lövhəni məhlulun səthindən ayırmaq üçün tətbiq olunan qüvvə. Baxın, bir, bu lövhənin aşağıya doğru mg ağırlığı var. Bir də mayenin səthi gərilmə qüvvəsi var, sigma l. Onda F-i tapanda sigma l ilə mg-ni toplayaram. Lakin burada indi l-i bizə tam vermədiyi üçün, kvadrat şəkilli olduğu üçün 4 ayla açaram. 4 sigma a üstə gəlsin mg yazaram. Buradan da hamısını yerinə qoyuram. Deməli, F bərabər 4 sigma 4 vurulsun 10 üstü mənfi 2 vurulsun. Sigmanın özü də 4-ə bərabərdir. Vurulsun. A-nın qiyməti 5 cm, yəni 0,5-dir. Bunda 5 vur 10 üstü mənfi 2 yazaq. Üstə gəlsin. M 10 qramdır, yəni 0,1 edir. Onu da 10 üstü mənfi 2 yazım. Vururam J-yə, yəni 10-a. Buradan da belə sadələşdirsəm, F bərabər olar. 4'ü 4'e vuranda 16, 16'ın 5'e vuranda 80 vurulsun 10 üstü mənfi 4 edir. Bu tərəfdə 10 üstü mənfi 1 edir. Bunu da çevirəndə 0 tam, deməli, 0,008 edir. Üstə gəlsin 0 tam, onda 1. Bu da mənə verəcək 0 tam mində 108. Onda milliyə çevirəndə 108 milli Newton yaza bilərəm. Yəni, cavabı götürərəm B variantı. Bu şəkildə həll olunur. Daha sonra 48 deyir ki, verilmiş induktivlik sarğacdakı cəryan şiddətinin zamanda asıllıq qrafiki verilmişdir. Öz-özünə induksiya. Baxın, adi induksiya olsa i ilə epsilon qrafiki eyni olur. Öz-özünə induksiyada epsilon i bərabərdir. Mənfi L deltayı böl delta t-dir. Yəni, i-dən zamana görə törəmə alanda bizə ehiqini verir. I düz xətdir. Düz xəttdən zamana görə törəmə alsam, mən sabit ədəd verir. Yəni, cavabı götürərəm C variantı. Kvadratikin törəməsi düz xəttdir. Düz xəttin törəməsi sabitdir. Sabit ədədin törəməsi 0-dır. Və tapırıq 48 olur C. 49. Üfüqi müstəvidə fırlanan disk üzərindəki eyni kütləli 1 və 2 cisimləri diskə nəzərən sükunətdə qalır. Bu cisimləri təsir edən sükunət sürtünmə qüvvələri. Bu sükunətdə qalırsa, buna yalnız sükunət sürtünmə qüvvəsi təsir edir. Bu da elə F əvəzləyiciyə bərabər olar. Əvəzləyicini də M ilə açaram. A-nı da bir çevrənin üzərində olduğu üçün V kvadrat bölü R-ni aça bilmərəm. Çünki sürətlər fərqlidir. Mən bunu açacam omega kvadrat R-lə. Omegalar eynidir deyə. Onda F sürtünmə R-lə düz asıdır. F2-nin F1-ə nisbəti bərabər olmalıdır R2-nin R1-ə nisbətinə. İkincinin radiusu 3 R-dir. Birincinin radiusu R-dir. Bunlar gedir. F2 bərabər 3 F1 alıram. Ya bunların nisbəti 3'dür. Cavab olur C variantı. Gələk 50 nömrəli sual. Cihazın mütləq xətası nəyə bərabərdir? Birinci ən kiçik bölgünü tapırıq. Məsələn, 20 ilə 30'un aralığında 10 dənə bölgü var. Yəni, onda bir bölgümün qiyməti 1-ə bərabərdir. Bir bölgün yarısı da bizə mütləq xətanı verir. O da 0,5 edir. Yəni, cavabı götürərəm B variantı. 51. Düz xətt üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamanda asıllıq qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinin uyğun zaman anlarında cismə təsir edən əvəzləyici qüvvə. F-T-dən düz xətt şəklində asılıdır. Bu, bərabər yeyinləşən hərəkətdir. Bilirəm ki, bərabər yeyinləşən, bərabər yavaşlayan hərəkət bərabər təcilinin növüdür. Yəni, bu hərəkətlərdə eyni xəttin üzərində təcillər bərabərdir. Təcillə qüvvə də düz asılı olduğu üçün, ekiz kəmiyyətləri olduqları üçün, onda qüvvə də sabit olmalıdır. 1, 2, 3 nöqtələrində qüvvələrin bərabərdir. Cavabı götürərəm D variantı. 52. Toplayıcı linzadan 2F məsafədə olan cismi linzadan 3F məsafəyə gətirdikdə linzadan xəyala qədər olan məsafə və linzanın xətti böyütməsi. Deməli, əgər cismi toplayıcı linzadan uzaqlaşdırıramsa, hansı ki uzaqlaşdırmışam,
xəyal linzaya yaxınlaşaraq ölçüsü kiçilər. Ona görə də xəyal məsafəm azalar. Xəyal məsafəm azalar. Bunlar getdi. Q-yə gələndə də ki, xətti böyütməm də azalar. Çünki niyə? Xəyal linzaya yaxınlaşaraq ölçüsü kiçilir. Ona görə böyütməsi də kiçilir. Lakin cismi toplayıcı linzaya yaxınlaşdırsam, məsələn 2F-dən F məsafəsinə gətirsəydim, cisim toplayıcı linzadan uzaqlaşardı, xətti böyütməsi artardı və böyüyərdi, yəni ölçüsü böyüyərdi. 53. Yükü 20 nankulon olan yağ damcısı bir cins elektrik sahəsində tarazlıqdadır. Damcının kütləsi 40 mg olarsa sahənin intensivliyi. Yükü veribsə, buna açaram 20 nankulonu 20 vur 10 üstü mənfi 10 üstü mənfi 9 yazaram. 40 milliqram veribsə, bunu belə yazaram ki, 40 vurulsun 10 üstü mənfi 6. Və bizdən intensivliyi istəyir. Y bərabər F bölçüdür. F-i də mj ilə açaram. Mj bölünsün Q. Buradan da hamısını yerinə qoyaram. 40 vurulsun 10 üstü mənfi 6 vurulsun 10 bölünsün 20 vurulsun 10 üstü mənfi 9. 10 üstü mənfi 9. Deməli buradan sıfırlarımı apararam. 2 ilə bu gedər 20 düşər. Sürətdə qalır 2 vur 10 üstü mənfi 5. Mənfi 9 da sürətə qalxanda müsbət 9 olur. Toplandı 2 vur 10 üstü 4 edir. Bunu da kilovolta çevirəndə 20 düşür. Cavab olur 20. 54. Yerdən 2R məsafədə yerləşən cisim min yerdən olan hündürlüyü azaldıqda. Birinci növbədə gravitasiya sahəsinin intensivliyi Jm bölünsün R plus H-ın xaricdən kvadratı düsturu ilə tapılır. Əgər yerdən olan hündürlüyü azalırsa, gravitasiya sahəsinin intensivliyi artmalıdır. Götürürəm 1-i. Ağırlıq qüvvəsinə gəndə də F bərabərdir Jm bölünsün R plus H-ın xaricdən kvadratıdır. Bu da tərs asıdır. H azaldıqca F də artmalıdır. Yəni cavabı götürərəm 1,4. 55. İnduktivliyi 0,6 Henry olan sarğacdakı cəryan şiddəti 0,2 amperdən 0,2 amperdir. 0,3 saniyə ərzində sarğacın maqnit sahəsinin enerjisi 4 dəfə artarsa, bu müddətdə sarğacda yaranan öz-özünə induksiya. İnduktivlik var 0,6. Sonra I1'im var 2. Onda W1'i tapımda 51 kvadrat bölünsün 2'ye göre. Elim 0,6'dır. I1 kvadratım 4 edir. Bölürəm 2'ye. Bunu 1,2 tapıram. Və maqnit sahəsinin enerjisi 4 dəfə artırsa W2 də onda nəyə bərabər olar? 4W1'ə də. Yəni 1,2'ni vururam 4'ə. Bu da mənə verər, deməli 4,8. İndi W2'ni tapandan sonra I2'ni tapıram. W2 bərabərdir. L I2 kvadratı bölünsün 2'dən. Buradan I2'ni tapanda kökün altında 2 vurulsun W'm 4, onda 8, elimdə 0,6. Bu mənə kökdə 16 verir, ondan da 4 çıxır. Bunu da aldıqdan sonra EHİQ-ını tapıram. EHİQ bərabərdir L delta'yı böl delta T. L 0,6'dır. Delta'yı 4'dən 2'ni çıxıram 2'dir. Zamanda 0,3'dür. Bu da onda mənə verəcək, deməli 4. Cavabı götürərəm 4 volt. Keçək növbəti suala. 56. Koordinat başlanğıcında yerləşən nöqtəvi Q0 yükünün B nöqtəsində yaratdığı elektrostatik sahənin intensivliyinin modulu 25 Newton bölü metrdir. Bu yükün A nöqtəsində yaratdığı elektrostatik sahənin intensivliyi modulu. B nöqtəsində yaratdığını veribdir. Gəlin birinci A nöqtəsinin məsafəsinə baxaq. Baxın, bura 1 desəm, bura 2'dir. Onda Q0 yükünün A'dan olan məsafəsi Pifagorla taparam ki, kök 5'dir. Onda R-aya yazaram kökdə 5. Bir dəfə də RB-ni taparam. Baxın, belə çəkirəm. Buradan bura 3'dür. Buradan bura 2'dir. Onda buradan bura qədər də kök altında Pifagora görə 10 olar. RB-ni də tapdım mı? Bir də mənə B nöqtəsinin intensivliyini verib. Yəni YB-ni verib 25. Düsturu yazaram. Y-anı istəyir. Y bərabərdir K2 bölünsün R kvadratına görə tərs kvadratikasıdır. Onda yazaram. Y-anın YB-yə olan nisbəti bərabərdir RB-nin R-aya olan nisbətinin kvadratına. Y-a yoxdur. YB 25'dir. RB bu kökdə ondur. Kvadratı yüksəldəndə köklər gedir uşaqlar. Qalır belə. 10 bölünsün 5, yəni 2 qalır. Onda Y-anı da buradan 50 tapıram. 50 mi etdi bu? Bu kökdə 10 etmir. Bu kökdə nə qədər edir? 1 dəqiqə. 9'un üstə 4 gəlsəm kökdə 13 edir bu.
Onda 13 bölünsün 5 olur. 5 ilə bu gedər 5. 5-i də 13-ə vuranda 65 alaram. Onda YA-nı taparam ki 65-ə bərabərdir. Keçək növbəti suala. 57. Verilmiş kütləli bir atomlu ideal qaz göstərilən proseslərin hər birində 100 jol istilik miqdarı almışdır. Qazın gördüyü işlər, daxili enerji dəyişmələri arasında uyğunluğu müəyyən edin. Baxın, 1-2-də P konstantdır. P konstant olanda görülən iş ona verilən istilik miqdarının 0,4 hissəsinə bərabərdir. Yəni 0,4-ü 100-ə vururam, görülən işi 40 tapıram. A. 40 jolu işin görülməsinə sərf olunubsa, 60 jol daxili enerjinin dəyişməsinə sərf olunub. C. 1-3-də isə 1-3-də sıxlıq və təzyiq o vaxt bir-birindən tərs asılar ki, T konstant olsun. T konstant olanda daxili enerjinin dəyişməsi 0 olur. Y. İşdə istilik miqdarına bərabər olur. B də gedir. Digərində 1-4-də həcm sabitdir, iş görülmür, onda daxili enerjinin dəyişməsi istilik miqdarına bərabər olur. 1A-si, 2B-yi, 3-ə də D variantı uyğun gəlir. 58. Termistorun temperaturunu artırdıqda voltmetrlərin və ampermetrin göstərişi. Termistor yarım keçiricidir. Yarım keçiricilərin müqaviməti temperaturla tərs asıdır. Termistorun temperaturunu artırıramsa, onda müqaviməti azalmalıdır. Müqavimət azarsa V2 voltmetrin göstərişi azalar. Dövrədəki gərginlik sabit qalsın deyə onda V1 voltmetrin göstərişi artar. Bəs ampermetri I bərabərdir U bölünsün R üstə gəl R termistordur. Termistorun müqavimət azarsa, məxrəc azarsa cərəyan şiddəti artmalıdır. Yəni onda ampermetrin göstərişi də artar. 59. Çevrə üzrə bərabər sürətlər üçün uzunluğu 2 metr olan radius vektorunun dönmə bucağının zamanda asılılığı verilib. Xətti sürət. Sürət bilirəm ki, onsuz zamandan asılı deyil. Çevrədə yalnız 2 kəmiyyət zamandan asılıdır. Finənin. Sürət asılı deyil. Sadəcə hansı qiymətdən asılı deyil onu tapmaq lazımdır. Birinci omeqanı tapaq. Fi böl T'yə görə 8-i bölürəm 4-ə 2 tapıram. Sonra da V bərabər omega R-dən 2 vurulsun, R-i də 2 verib. 4. Deməli, sürət 4-dən belə sabit qalmalıdır. 60. Çəkisiz çubuq üfüqi vəziyyətdə tarazlıqda olduqda ipin təcərimə qüvvəsini hesablayın. Gəlin belə edək uşaqlar. Bu ipin bu hissəsini dayaq götürək. 12 kiloqramın ağırlığı 120-dir. Lingin tarazlıq şərtini yazaq. F1L1 bərabərdir F2L2. Buradan F1'im 120'dir. Onun qolu dayaqdan 2 damadır, bərabərdir. F2 M2J'dir, bunu bilmirəm. Vurulsun, dayaqdan olan qolu baxın bu hissədir. Yəni 4 6'dır. Onda buradan M2J'ni taparam 40. Düzmü getdik, 240 40 düşür. Deməli, burada aşağıya doğru 40 da artırsa, onda T gərilmə bu ikisinin cəminə bərabər olmalıdır. Yəni 120 ilə də 40'ı toplayıram. Cavabı götürə bilərəm. 160 Newton.